Respublikanın hər yerində olduğu kimi Mərkəzi Aran və Aran-Qarabağ bölgəsinə daxil olan şəhər və rayonlarda da Bakı Soveti və Daşnaq erməni dəstələri tərəfindən 1918-ci ildə Azərbaycanlılara qarşı törədilən soyqırımın ildönümü qeyd olunub. İndi bununla bağlı hazırlanan materialı təqdim edirik. Yevlaxda 31 mart soyqırımının qurbanları anılıb, Şəhidlər Xiyabanı ziyarət edilib. Sonra tədbir Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında davam edib. Çıxış edənlər ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətindən danışıblar. Məktəblilər soyqırım gününə həsr olunan kompozisiya nümayiş etdiriblər. 31 mart Azərbaycanlıların soyqırım günü ilə bağlı Mingəçevir şəhərində soyqırım qurbanlarının xatirəsini ucaldılan abidə kompleksi ziyarət edilib. Sonra Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında Tarixin Qan Yaddaşı adlı tədbir keçirilib. Soyqırımla bağlı film nümayiş olunub. Erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlər yada salınıb. Ermənilərin Böyük Ermənistan yaratmaq kimi sərsəm fikirlərinin heç vaxt reallaşmayacağı vurğulanıb. Mingəçevir şəhərində 31 mart soyqırımının gənclər tərəfindən təbliğ olunmasına və öyrənilməsinə dair də tədbir keçirilib. Ermənilərin törətdiyi soyqırımların gənc nəsillərə öyrədilməsinin vacibliyindən bəhs edilib. Bu cür tədbirlərin keçirilməsinin önəmli olduğu vurğulanıb. Gənclərin özünün bu məsələlərə yanaşması bizim üçün çox maraqlıdır. Çünki maraqlı təkliflər verildi gənclər tərəfindən də. Onların da məlumatlanmağa, tariximizi, keçmişimizi, başımıza gələn faciələri bilməyə böyük bir ehtiyacları var. 31 mart Azərbaycanlıların soyqırımı günü Saatlı rayonunda da qeyd olunub. Soyqırım qurbanlarının xatirəsini ucaldılan abidə kompleksinin önündə düzənlənən tədbirdə şəhidlərin ruhuna dualar oxunub. Bildirilib ki, ümumilikdə bir həftəyə dək davam edən qətliamda 50 min Azərbaycanlı erməni terrorunun qurbanı olub. Göyçay sakinləri də ermənilərin Azərbaycanlılara qarşı törətdiyi qırğınları bir daha yada salıblar. Çıxış edənlər bildiriblər ki, Göyçayda xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinə şahid olub. Çünki onlar Göyçay ərazisində də qırğınlar törədiblər. Göyçayın özündə də, Göyçayın yadgarı da var burada. O torpaq daşlarından, çınarın qırılması bunu şahiddir. Kürdəmir istiqamətindən üzbəli gələrək Qara Məryəm istiqamətində, bunu ağsaqqallar da söhbətlərində beləsi güclü döyüşlər gedir. Ağcabədi rayonunda da soyqırım qurbanları anılıb. Çıxış edənlər ermənilərin tarixən Azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarına toxunublar. Eyni zamanda martın 31-nin Azərbaycanlıların soyqırım günü kimi qeyd edilməsinin əhəmiyyəti vurğulanıb. Sonda erməni vəhşiliklərini özündə əks etdirən film nümayiş olunub. 31 mart Azərbaycanlıların soyqırım günü Sabirabad rayonunda da qeyd edilib. Əvvəlcə soyqırım abidəsi ziyarət olunub, sonra yığıncaq keçirilib. Ermənilərin tarix boyu xalqımızın başına gətirdiyi müsibətlər tarixi faktlarla sadalanıb. Tədbirin sonunda ədəbi bədii kompozisiya nümayiş olunub.